Herkese salam, kanalıma xoş gəlmisiniz. Aparıcı Zaur Baxşaliyev Məlahət xanımın doğum gününə qatılıb. O Məlahət xanımın doğum gününü sosial mediada təbrik edib. Siz sadəcə dost yox, doğma insansınız. Həmişə səmimi, qayğıkeş və ürəyi geniş qalmısınız. Allah sizə uzun, sağlam və xoşbəxt ömür versin. Ürəyinizdə olan bütün gözəl arzular bir-bir gerçəkləşsin. Həmin görüntüləri sizlərə təqdim edirəm. Çok sağ olun, yanımdasınız, var olasınız. Sizleri hamınızı seviyorum. Bugün üstünüze sağlık. Necə başım ağrıyıbsa. Alt günlər fikirləşirim, gələ bilməyəcəm. Elə bugün efirdə olduğum geyimlə gəldim. Sağ olsun Zaur. Zaur olmasaydı indi hələ başım ağrıyır. Sayəndə baş ağrım keçdi. Allah canını sağ eləsin. Bence bu için değil. Hə? Sonunda rəngi uyğun gəlmir də. İşdə nəyim var idi, onları götürdüm gəldim də, neyim? Şu evə getməyə vaxt qalmadı və hal yox idi. Biz gedəni dəyişəcək. Gedəni
Evimize, eşiyimize 3 saat evdə olmuşuq bu gecə. Uşaqlar da özünüzü görür. Hayır, Davud məndən inciyir. Telefonla zəng edirlər. Məndən küsüb. Hə, də küsər də uşaq. Gəl, gəl. Ad günü qutar. Həci, əl ilə həci. Ad günü qutar. Həci, əl ilə həci. Gecən xeyrə. Sağ ol, sağ ol, sağ ol. Sağ olun, sağ olun. Gecəniz xeyrə. Maral sağ ol. Ay, nə qəşəng var.